Bismillah, elhamdülillah, summa salatu vesselamu ala men la nebiyə ba'dah. Bugün Tuhfətül Ətfal əsərini yeni öyrənməyə başlayanlarda yaranan ən məşhur 3 sualı sizlərə açıqlayacağım. Süleyman Əl-Cəmzuri kimdir? Süleyman Əl-Cəmzuri Hicri təqvim ilə 12-ci əsrdə yaşamış, təcrid elmini yadda qalan və asan bir formada öyrətmək üçün çalışmış görkəmli alimlərdəndir. Bu məqsədlə yazdığı şeiri tələbələrinə hədiyyə etmişdir. Müqəddimədə hansı mövzular toxunulur? Müqəddimə yalnız əzbərləmək üçün deyil, dərk edilmək və düşünərək mənimsəmək üçündür. Müəllif bu girişdə 4 əsas məqama toxunur. Öz müəlliminə olan dərin sevgi və ehtiramını ifadə edir. Şeirin mövzusunun, sükununun, tənvin və mədlər üzərində qurulduğunu qeyd edir. Əsəri tələbələr üçün asanlaşdıraraq tərtib etdiyini bildirir. Bu işin ixlasla yazıldığını Allah tərəfindən qəbul olmasını arzu edir. Bu 4 əsas məqamdan ikisi nümunə kimi təqdim edildi. Qalanlarını isə düşünmək və izah etmək sizin kimi düşünən və axtaran tələbələrin üzərinə düşür. Müqəddimən hər hansı bir beyti Quran tilavətində istifadə oluna bilərmi? Xeyr. Çünki tilavətdə istifadə üçün qaydaların izah olunması şərtdir. Müqəddimədə isə heç bir təcrid qaydası izah olunmur. Yəni, bu isə yalnız giriş xarakteri daşıyır. Nəticə. Əgər deyilənlərdə bir səhv və ya xətaya yol verilmişsə, bu mənim asi nəfsimdən və şeytandandır. Allah və onun Rəsulü isə bu cür xatalardan uzaq və pakdır.